xəstəliyim var məndən. Qoxum aqrəbə biri də var, beləncə bir kimi deyirdi ki, heç kimsə inanmır, amma mən sənə başa düşürəm, ancaq özü əlam, mən özümü ala belə gəlib çıxmışam, o dərmanları atmaq istəmirəm, onda lap susməz olurdum. Dururdum bir köşdə, deyirlərdi, sən yoldaşı verdik, sən olub, bəs bu cürmün, sən həmişə aktiv idin axı. İndi ağlama var sizdə? Ağlama var, bax qorxu var. Qorxu var. Elə bilirəm ki, başıma bir dəqiqə nəsə pis iş gələcək. Məsəl üçün, turaya girəndə belə üstünü dururum, həmişə oynayırdım. Deyirdi ki, elə bir məclisə girəndə, məsəl üçün, ürəklə girmirsən, amma o indi ürəklə girə bilmirdim. Girə bilmirəm, belə şeylər olur. Kimsə söhbət edəndə mənim fikrim qalır. Ona qulaq assın, hə deyirəm. Biri var ki, cavab versin, o şey məndə çox da yoxdur. Əvvəlki kimi. Yuxunuz necədir? Yuxum aman yaxşıdır. Yaxşıdır. İndi bir 10 gün var, gəlib başım gicəllənir. Gözümə bax, elə bir ki, svetofor kimi işıq yanıb sönür, bax, elə şeylər. Bir də ki, böyür üstə gedirəm, piyano, içkili adamlar olur, böyür üstə, elə gedirəm. Ondan sonra gecə yatanda başım fır-fır fırlanır. Yatdığım yerdə ayılan kimi başım fır-fır fırlanır.